Salam dostlar, sabahınız xeyir. Bu günləri sizə mən nə göstərəcəm. Buralara yadınızdadırsa boran toxumları əkmişdim. Yani hər yerdən boranlar çıxıb, hər yerdən. Bu qədər boranı, yani bütün həyəti ağzına ala bilərdi. Yani bütün həyət boranı. Ona görə bunları azaltacağım. Bunları bir-bir çıxardacağım, yığacağım bir qablara. Pisicik, pisicik. Yığacağım bunları bir qabların içine. Ve kimin geniş heyeti var. Aparıp oraya ekeceğim. Görək də başımıza ne işler gelir. Ama necə güzel çıxırlar. Pıtır pıtır. Bakın necə güzeldir. Çok qəşəng çıxıblar hamısı. Çok qəşəngdir. Bu pişik də şimdi benden oynuyor. Mənim əlcəyimi tırma. Bu dalıdır. Görək. Bu noxud olmalıdır. Noxud. Orada da var. Aha, bunu kim çıxardı? Hardan çıxardı? Pişik. Yanasan pişik. Soğan əkmişdim. Ay pişik, bunu sen çıxartmışsan. Necə bu pişik? Buralara əkmişdim soğanı. Dartıb çıxardım. Sənin bu soğana ne işin var, hə? Buralarda işim var. Yeni gördüğünüz için biraz karıştırmış da her yer. Buna bakın, soğanı dartıp çıkardık. Şimdi bakalım, buralardan bir yere açayım. Çoktu diye. Çok değil, azdı. Terste de açtım. Böyle bir yerde benim lapatkalarım. Hanı benim lapatkalarım? Şitillərimi əkeyim dostlar. Baxın, yenidən şitillər aldım. 2 gündə almışam əslində. 3-4 gün olar. Sadəcə hava yaxşı deyildi, əkməmişəm. Bunları əkəcəm. Nə göstərim. Bayaqdan çəkirəm. Elə bildim çəkir, amma səndəmə çəkmirmiş. Səndəmə dayandırmışam videonu. Xəbərim yoxdur. Baxın, sizə nə göstərəcəm. Bodur pomidor qab üçün. Mən illərdir bundan axtarırdım. Qabda əkmək üçün. Amma maalesef tapa bilmirdim. Balaca pomidorlar alırdım. Baha satılır. Belə qabların içində balaca rəngbərəng pomidorlar neçə dəfə almışam. Toxumunu çıxartmışam, amma yaz vaxtı gələndə yadımdan çıxıb tapa bilməmişəm toxumların. Görürsünüz, baxın. Bunu tapdım, aldım. İlk dəfədir yəni. Azərbaycanda mən şitil satılan yeri belə balaca bodur pomidor gördüm. Üstü də oldu düzü çiçəklə. İndi mən bunu yerə əkməyəcəm. Mən bunu qaba əkməyi düşünürəm. Çox gözəldir. Qaba əkməyi düşünürəm. Görək qabda necə effekt olacaq. İnşallah ki bitər, gözəlləşər. Görürsünüz necə gözəldir. Belə. Əkəcəm bunu. Sonra bunu bükməyi düşünürəm. Çünki hava hələ ki yaxşı deyil. Baxın bu çiçəklərinə nəsə ola bilər. Ona görə balaca təzə aldığım pomidorunu əkmişdim. Sizlə çəkib paylaşmışdım. Onun deyəsən bir dənəsi çıxır, çıxmağa hazırlaşır pomidorlar. İnşallah ki gözəl pomidor olar. Çünki balaca idi. Görək də əkdiklərimi əkim. Sonra sizlərlə yenidən paylaşacağım.